Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Xanımlar çıxa bilməyəcək bayram. Yox, çıxa bilməyəcək. Cəmaatın da uşağı var. Vaxt olacaq, burada birini öldürəcəyəm mən. Yox, Allah eləməz. Sovetski sakinləri narkomaniya probleminə etiraz edir. Məcburam ya, başıma dönüm uşağım məktəbə gedib gələ bilmir qız uşaqları. Bunların əlinə. Bezmişik qardaş. Buradan atırlar, bax buradan gözləyirlər. Nə olub ala? Ya bu qədər adam yalan danışa bilməz ya qardaş. Uşaqlarımızın gələcəyi təhlükə altındadır. Küçələrimizdə artıq özümüzü təhlükəsiz hiss etmirik. Sən hara vətəndaşsan? Arabistan. Yox, Arab. Ərəbistan? Burada qalsan? Temporary yəni. Bir də arxada gördüyünüz sakinlər hamısı, yenə də deyirəm, bildirirəm ki, çox narahatdılar. Uşaqlarını, nəvələrini, ailələrini yaxınlıqda olan parka rahat buraxa bilmirlər. Çünki parkın girəcəyində saysız hesabsız, belə deyək, narkotik istifadəçiləri yığılışırlar. Çünki narkotik satışı var orada. Göydə Allah yerdəsən. Bunu İnşallah işıqlandırmaq lazım, orqanlar görsünlər, bir tədbir görsünlər. Yəni belə pis olmasın, mənim əlimdən necə yəni. Biz də elə buradayıq ki, bunu ictimailəşdirək, lazımi dövlət qurumları, rəhbərləri görsünlər və buna qarşı tədbirlər görülsün inşallah. Bakı şəhərinin mərkəzində yerləşən və uzun illərdir öz tarixi ilə tanınan Sovetski məhəlləsinin sakinləri son dövrlərdə artan narkomaniya problemi ilə bağlı ciddi narahatlıq keçirirlər. Mənə olunan çoxsaylı şikayətləri nəzərə alıb Sovetski məhəlləsinə yol aldıq. Nərin şikayəti var, gedirik sakinlərin şikayətini həm dinləməyə, həm də çəkməyə, işıqlandırmağa. İddialarına görə, dediklərinə görə həmin ərazidə narkotik satan var, narkotik satışı ilə məşğul olan bir şəxs var. Gəlib oradan narkotik alırlar. Məhəllədə yaşayan vətəndaşlar bildirirlər ki, yaşadıkları küçədə narkotik istifadə edən şəxslərlə tez-tez qarşılaşırlar. Zülfü Adıgözalov. Zülfü Adıgözalov. Zülfü Adıgözalov. Ne diyorsan reis? Ne? Nə tərsən bu vəziyyətə nə tər? Ha? Vardı. Oradan. Bir iki nəfər. Kırılmışlarını çek. Pulları kırılsın olan. Narkomanların. Axşamınız xeyir olsun. Necəsiz, nə var, nə yox? Ağsaqqal nə tərsiz? Sağ ol qardaş. Sənə də əziyyət verib çağırmışıq bura. Sağ, xoşdur daya. Bir xahişimiz var Buyurun, sizdən. buyurun. Biz bu narkomanların əlindən bezmişik qardaş. Nə gecəmiz var, nə gündüzümüz. Gecə də buradadılar, səhər də buradadılar. Bunlar harda olandı, kimdi, nədir bilinmir. Heç kim yaxın gəlmir. Kimə deyirik? Şikayət eləmisiniz? 50 dəfə. Xeyri yoxdur. Yazılı surətdə məndə qalıb kopyası şikayətlərimizin 25 nəfər qol çəkib götürmüş. Bizim ailəmiz küçəyə çıxa bilmir bu məhəllədə. Qız uşaqlarımız məktəbə gedə bilmir. Paltarlarımıza oğrayırlar, qapımızda nə gördülər aparırlar. Zivədən xalçanı aparırlar. Bezmişik də qardaş. Bunlar cəhənnəmi, balalarımız, qız uşaqlarımız məktəbə gedib gələ bilmir. Qorxurlar. Mutant kimi adamlar, adam belə yaxın dayanmaq istəmir, ha təsəvvür elə belə əyri, rəxid, gizli adamlar. Sizi çağırmağımız məqsədimiz odur ki, əsas bu satış kim satır ha? Bizə lazımdır ki, o satış yeri dağılsın. Yuvası dağılsın. Çünki o olmasa heç bir narkoman gəlməz Orada bura. belə deyim də 100% satış gedir. 100 Əminliklə. milyon faiz. Elə qardaş, pis milyon olmasın. faiz. Orada satış olmasa o Orada Bir dənə tapalaşmazlar. gün ərzində bir dənə gəlin orada müşahidə eləyin, görəcəksiniz qardaş, açıq-aşkar bazardır. Əhmədlidən gəlirlər, Zığdan gəlirlər, hər yerdən. Bax, oğurluq da olur məhəllədə. Neçə dəfə tutmuşuq. Paltarları qardaş, harda oğurlular qalsın, ipin üstündən. Əhməddə, harda qalsın. Ailə uşaqla gedə bilmir. Burada nə gezirsən? Biz Cavab indi verə bir bilmir. dənə Qoyun çıxma kimi vursaq, baxır bizi adam orqan işçilər gəlib naxadı. Mən adam deyən deyirəm, yəni deyirəm ki, qanunun yolundan bunu həll eləyir, amma baxan yoxdur. Hamısı da bilir. 3 dəfə ərizə Hamı bilir ki, burada satış yuvası var.
demək olar 1 saatdır, 2 saatdır buradayam. Doğrudan da şahidi oldum ki, həmin o göstərdiyim siz dediyiniz o əraziyə topalaşırlar. 15 nəfər, 12 nəfər yığılırlar ora, hamısı da ki, narkoman adamdır. İndi uşaq nətər getsin o parka? Ailə nətər getsin Dəstədirlər, ora? konkret dəstə. Bunu yığışdırmaq lazımdır qardaş. Bunu belə olmaz ki, Bizim bu artır, uşaqlarımız, azalmır. uşaqlarımız qardaş məktəbə gedib gəlməyə Ailə qorxurlar. bilmirlər, uşaq Mən bilmirlər. nə qədər bu yaşında Oturub uşağın dalınca bağırırlar. gedib gəlməliyəm, xəstə adamam. Bunlarla da dil tapmaq Siz ağsaqqal adınız necə oldu? Vaqif. Vaqif kişi. Siz Bəli. çoxdandan burada qalansınız. Allah ömür boyu burada 80 yaşım var, mən burada böyümüşəm. Hə, indi mən bilmək istədiyim odur ki, yəni o evin yiyəsini tanıyırsınız da. Bəli. Yağışdan çıxan göbələklər kimi hamısı bax yığılır. Bağın Ay, içində Bəli, uzanıblar, elə bir yaylağa yəni. Məsələ bilirsiniz, məsələ nədədir? Məsələ oğlanın gəlməyində deyil. Məsələ onları bura cəlb eləyən mənbədir. Cəlb eləyən, cəlb edici bir şey olmasa, Şirəyə gəlirlər. Şirəyə gəlirlər. Əlbəttə, olan burada ne iş var belə Olmasa baxanda? heç biri gəlmir. Yəni ümumi götürəndə, yəni baxırsan ki, yəni bir var ki, mən bu istimalı haçansa görmüşəm, tanıyıram. Deyim ki, adamı bu gəlib gedib indi yaxşı da görmüşəm, tanıyıram. Amma qəribə özü belə Tip bu yaxdı adamlar, ya, belə ya, mutant ya, kimi ya, gəzmək, özlərini aparmaq, söyüş, qabiliyyətsiz hərəkətlər. Biz aciz deyilik Qardaş, bu barədə. girirsən Sadəcə parka, olaraq qardaş. aciz deyilik. Sadəcə olaraq dövlətin qanunu var, qaydası Bəli, var. bəli. Dövlət rəsmiyyətlər var, rəsmi orqanlar var. Xahiş edirik rəsmi orqanlardan bir tədbir görsünlər bunlar. Qardaş, girirsən parka ailə uşağına. Oturub skamerkada ayağını qurdalayır bıçağına, atvorka ilə, mındar hərəkətlər. Adam oradan keçmək istəmir. Bilmirlər, Olmur qardaş, ana belə bir bacı şey bilmirlər yoxdur yəni. bunu. Bilmirlər. Dövlət o boyda Ədəb park ərkan yox, ana bacı yox. Belə şey olmur qardaş. Dövlət o boyda park yaradıb. Belə baxanda sağ olsunlar da, yəni millətimiz keçsin, dincəlsin. Millətimiz orada millət adında bir şey görə bilməzsiniz də. Bir dənə gedin ora, yəni burada insanlar var ki, məsələn yoldaşı oyun deyib ki, mən ora girməyə çəkinirəm. Uşaqlar qorxurlar, narkomanlar dayanıblar. Gəlin ali, bax uşağa keçən zaman parkda gör nə deyiblər, bax ha. Axşam yaxınlaşıb ki, deyir, kloksin maldadır. Mal sizin Belə klubda. şey olar. Uşaqdır, qardaş, bu nə bilir o nədir? Gəl bundan soruşublar. Göndərin bura bir dənə ekipaj, göndərin bura bir dənə nə bilim, 2-3 gündən gəlsinlər, bir baxsınlar, patrol görsün. keçir, ha, vəsə. Miqalda Nədir bu? yandıra Belə gəl, şey hamısı olur. tarakan. Camaat ailə uşağı ilə gəzir burada. Balaca uşaqlar var, camaat arvadı ilə, yoldaşı ilə çıxıb gəzə bilmir küçənin ortasında. Ya vursun. Parkı kim üçün yaratmısınız? Dolublar hamısı bunu bilmirsən kimlərdir, O hardan parkda gəliblər. ancaq narkoman gəlir. Mən sənə açıq deyim də, bu ağzımı belə pismasın, ağzımızın içindədir də bu park. Bizim ailəmizdir, heç birimizin ailəsi uşağı o parka gəzə bilmir. Özünüz də görürsünüz 2 saat, 3 saatdır burada. Özüm müşahidə Bəli, apardığımda bəli, gördüm gördüm, də orada. gördüm. Necə qaynaşırlar. Qızlar təşkil eləyir. Ha, qızlar. Cavan qızlardır, Qızlardan 17-18 savayı yaşı. motosikletlə daşıyırlar. Motosiklet. Ay qardaş, motosikletlə, kuryerlə gəlirlər. Vay gözümün qabağında olub o. Gəl, at düşdü aşağı. Ha. Gəlirlər motosikletlə gəlirlər, bilmirəm arxasında boltdur, voltdur. Gəlirlər buradan götürürlər getdi. O yuvanı Balkondan aşağı. Bu nə Bizim, ola belə şey bizim olur. ancaq bizim xahişimiz odur ki, o yuva da o satılan yer yığışılsın. yığılsın oradan, başqa heç nə istəmirik. Yox, əgər olmasa, bax yazırsan da qardaş. Bir həftədən sonra onlar orada qalsa, biz hamımız oraya girib oranı dağıdacağıq. Həri. Sonra xahiş edirəm, bizə bir daha yaxın düşən olmasın. Bezmişik, çox pis bəzmişik. Lomkasıdır, gəlir qadından dalıcan, söyə. Və qadını söymür ha, özünü söyür. Amma qadında axı bu Uşaq keçir, qadın Bəli, keçir. kimis anasıdır, bacısıdır. Hani qana salmaq istəyirsiniz. Əl çəkin, bəs durun. Gizlin şeydir, heç nədən də qorxmuram. Heç nədən də Oğlana çəkinmirəm. deyirsən, nə var? Nə var onu deyirəm. Əldə cəmaət bezi, Nə bax görürsə buradan onu deyir. mən yenə belə efir vasitəsilə bildirirəm ki, gördüyünüz bu arxada Sovetski məhəlləsinin sakinləri çox narazıdırlar, narahatdılar. Çünki bunların məhəlləsində narkotik satışı ilə məşğul olan insanlar var. Bəli, Priton deyək də var. Gəlirlər ora 24 topalaşırlar. saat. 24 saat. Topalaşırlar, narkotik satışı ilə məşğuldurlar. Xahiş edirik bununla bağlı tədbir görsün. Mən də buradayam ona görə ki, ictimailəşdirmək üçün buradayam. İnşallah ki, tədbir də görüləcək. Görüm bu mənə qoz oynamaq nə olan şeydir. Nə olub? Salam əleykum. O iki də oğlan məni döyür, Kim? qaçır. Kim gəlin bura görək kim döyür sizi?
Sağ ol. Döyən qaçır da. 2 nəfər qaçdılar buradan. Sizi döydülər. Ha? Bax buyur. Qadın küçəyə çıxa bilmir. Çıxa bilmir küçəyə qadın. İşgəncə görəm olan əlindən. İndi də ikisi də qaçır. Buyur. Bax Allah şahidi yol keçirdi gördün? Ha. Bax bütün günü beləyik burada. Arvad uşağımız küçəyə çıxa bilmir, uşaqlarımız məktəbə gedə bilmir. Mən də qaça bilmirəm dalıcan. Qaçırlar, gizlənirlər. Nəyə görə ki, ailəli bir insanam. Düzdür? Sənə heç kim heç nə demir. Biz şeylərlə təklif eləyir mənə. Nə deyir? Bax, Ha. Görsən ağsaqqal ha. Bax canlı şahidi. Bəli. Heç tanımıram, tanıyırsan mənim. Sizdən biraz aşağı qalıram mən. Bilirəm də mən sizi tanımıram. Bu dərdin deyil. Özdən narkoman şeydilər. Sabah mənim də arvadım çıxa bilər sataşarda. Yox, ikisi də döyür qaçır. Nəyə görə sən? Nəyə görə ki, döyürsən mən, sonra da qaçırsan. Xanımlar çıxa bilməyəcək bayra. Düz deyirsən, düz deyirsən. Yox, çıxa bilməyəcək. Cəmaatın da uşağı var. Qız uşaqlar var. Çıxay, hər kəs döysə onu, onda nə olar ki? Valideyni yoxdur. Mənim də adamlarım var. Bilirsiniz də harasa, hansı evdir? Bəli. Gedək bir yerdə hamı göstərək, qoy kadra düşsün. Mən- Gəlin ağsaqqal, gəlin. Gedək. Ar yuvasını götür. Yəni səhərsi gün nəyə görə deyirəm? Səhərsi gün deyilməsin ki, biz ora deyil, bura deyil, bu ev deyil və yaxud da mən göstərərəm səhv ol. Gedək. Yalan danışmırıq ki, nə görürsən onu deyir. Bura Zülfü Adgözəlov Bəli, küçəsi gedir. Bəli. Ora Süleyman Rəhimov. Nə qardaş, bu balkon, yuxarı. Bura. Dəmir balkon. Gəlib Bəli. buradan dayanırlar, oradan da atırlar malı, götürüb çıxır. Bu küçədə bizim də ailə uşaq var bu küçədə olur. Bax buradan bura 15 Ha metr. parkın girişi də buradan 15 metr məsafəyə biz ailəmizi, uşağımızı çıxarda bilirik. Bax burada. Mümkün deyil də. Bax burada İndi uzanırlar. xəbər gəlib, bunlar hamısı qaçıb. Bax burada uzanırlar. Bax bax bax. O skamerkaların üstündə uzanırlar. Bax otduğun üstündə, promoyda balkona şey panorama. Hələ bir şeyə gəliblər, yaylağa gəliblər. Buradan atırlar, bax buradan gözləyirlər. Nə olub bala? Ya bu qədər adam yalan danışa bilməz də qardaş. Belə yaşayış, belə gün güzaran olmaz. Allah. Hamımız sürüb bir çörəyin qalıcan, elini belə bir sımasın, birinə bir şillə vuraq, aparaq, neyniyək, gedək içəridə yatmalı, yox biz. Qardaş, yığışdırılsın da, baxın, satış yeridir. Gəlirlər oradan alırlar, gedib çəkirlər. Ünvanı da Ora göstərir, olmasa, adres. ora olmasa, heç bir narkoman bura gələ bilmir. Qardaş, bir də təkrar edirəm. 80 yaşım var. Məni qana salmasınlar. Vaxt olacaq burada birini öldürəcəyəm mən. Yox, Allah eləməsin. Məcburam ya, başıma dönüm uşağım məktəbə gedib gələ bilmir qız uşaqları. Bunların əlindən. Bezmişik qardaş. Üzə dayanmışıq. Qardaş, şahid gördün də qadını da nə dedi, nə danışdı. Bəli, bəli, bəli. Yol keçirdi. Gördü bizi, o da dərdindi. Dedi döyüblər indi məni. Bezmişik də, nə qədər olar başladı. Doğrudan da yox, doğrudan da bu təhlükəlidir uşaq buraxmaq, qadın buraxmaq tək başına. Qardaş, mən məcburam gedim uşağımı məktəbdən gətirim, aparım. Qoca kişiyəm, yeriyə bilmirəm, xəstə adamam. Məcburam gedim. Qız uşaqdır, mən nə bilim onun başına yolda nəyə gəldi. Bir sürü adı qadındır, onun qadın ölsün hələ görüm. O mutant deyə, mutant. Qadındır küçələrdə yatar. Rəxid. Biri var, onbasını çəkə bilmir, dalıcı, o da gəlir. Özü ilə ayaq daşıyır hələ aldı. Gör necə məcburuq ki, sənə də var eləmişik, Allah şükür avan eləsin. Sənə də vaxtını almışıq. Nə qədər olar da, biz kimə deyək, kimə dərdimizi deyək. Yoxdursa yeyəcəyik, biz də bilək nə yiyəcəyik. Də uca bizim axırıncı nöqtəmizdir bu. Sənin bu çəkilişin bizim axırıncı nöqtəmizdir. Olmasa başqa cür eləyəcəyik bizi. Sonra nə eləsinlər? Onlarla bacarmırlar, bizi ilə bacarırlar. Yox, indi bu dəfə də alınmasa, bu şey bax gördüyün adam var ha burada 20 nəfər, 25 nəfər.
Nə adam var? Girir bu evi dağıdır. Gedəcək ora. Tutanda da hamımızı o bir yerdə. Başqa variant yox. Başqa bu şey bizə yol qoymur. Bax qanunu yoluna Ora deyirik, girsək bu balkondan çəkiliş gedir. atacağım Allah hamısını aşağı. Bir atacağım Allah balkondan gelin. Daha bu şey bizim bu şey Çarəmiz yoxdur. Hövsələdən çıxmışıq. Daha belə olmaz. Ailə uşaq gedib gələ bilmir. Gördün də burdan ora 20 metr, 15 metr məsafə var. Biz heç birimiz buradakı kişilər heç biri ailə 5 dəqiqə biz orada otura bilmirik, parkda hava dumağa. Açı. Əvvəllər burada narkomanlar olub, deyim olmayıb yalan danışaram. Ancaq qabiliyyətləri olub. Arvad uşaq görəndə lal olublar, üzlərini divara çeviriblər. Hindikilər elə deyil qardaşım. İndikilər qucaqlaşıb gedirlər, heç kimi saymırlar. Bunlar elə bir ermənidirlər. Müsəlman qanı yoxdur bunlarda. O birisilər belə döyürdülər. Keçmişlər belə döyürdü. Yanına gələn adama deyirdi ki, məhəllədə artıq əksik bir kəlmə danışma. Eləmirdilər qardaş, böyük görəndə ayağa qalxırdılar adam üçün. İndikilərdə haya-bır qaldı. Sovetski cəmaatı hökumət qurumlarını, hüquq mühafizə orqanlarını bu məsələyə daha ciddi yanaşmağa çağırırlar. Onlar profilaktik tədbirlərin artırılmasını və narkotik satışının qarşısını almaq üçün operativ tədbirlərin gücləndirilməsini tələb edirlər. Bura Azad Həyat Reabilitasiya Mərkəzidir. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadəm olub. Hani Azad Həyatda gördüm ki, gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmiz 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki azad yaşayış, özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.